Ayşə xanım qeyd edir ki, Həzrət Peyğəmbər əleyhissalam dünyasını dəyişdi. Mən digər qadınlarla birlikdə üz və sinəmizə vururduq. Bismillahirrahmanirrahim. Qul la əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurba. Ey Peyğəmbər, de, mən 23 illik etdiyim Peyğəmbərlik üçün siz ümmətimdən heç bir əcir, muz istəmirəm, məgər əhl-i beytimə məvəddə, yəni itaət və sevgi, məhəbbət istəyirəm. Azadarlıq üçün bizim etdiyimiz azadarlıq məclislərini Allah qəbul eləsin inşallah. Bu günlərim bir azadarlıq hədisindən diqqətinizə çatdırım ki, o şəxslər ki, deyirlər ki, nə vaxt olub ki, Peyğəmbər və sahabələr bu azadarlığı keçiriblər. Əvvəla bu haqda çox danışmışıq. Bu haqda istəyən insanlar keçmiş söhbətlərdə qulaq asa bilər və başqa mömin alimlərimizin muizələrində də onu eşidə bilər. Müsnəd bin Əhməd Həmbəlinin, yəni Əhməd bin Həmbəlin məşhur bir kitabı var Əhl-i Sünnə, əziz qardaşlarımızın kitablarındandır. Adı da Müsnəddir ki, 6-cı cild 274-cü səhifə, 26391-ci hədis. Və ikinci dəllimiz Sahih-u Cami-us Səğir və Ziyadətuh müəllif Albanidir. Birinci cild 287-ci səhifə, hədis 1353-cü və yaxud da üçüncü dəllimiz İrvaul Qalil müəllif Albanidir ki, Vahhabilərin ən böyük alimlərindəndir ki, onun hədislərinə diqqət eləyərlər. 7-ci cild 86-cı səhifəsində Həzrət Peyğəmbər əleyhissalamın xanımı Ayşə xanımdan hədisdir. Ayşə xanım qeyd edir ki, Həzrət Peyğəmbər əleyhissalam dünyasını dəyişdi. Dünyasını dəyişdiyi zaman mən və digər qadınlarla birlikdə üz və sinəmizə vururduq. Yəni Peyğəmbər əleyhissalama onun dünyasını dəyişdiyinə görə sinəmizə vururduq, üzümüzə vururduq. Bu sizin üçün bir hədisdir və odur ki, mən sinə vuran əziz qardaşlarıma deyirəm. Sizin sinənizə vurduğunuz hər bir o əl zalim kafirlərin üzlərinə vurduğunuz minlərlə sillədən də fəzilətlidir və Allah yanında əzizdir və gələcək müsəlmanlar üçün inşallah gözəl bir nümunədir. Allah sizin sinəzənliyinizi və əzadarlığınızı qəbul eləsin. Bir Abdullah ibn Ömer Kəlbi adlı bir şəxs var idi. O, həmsinin Kəlbi kimi də tanınırdı. O, İmam Əlinin və İmam Hüseynin sahabələrindən idi. Abdullah Küfədə yaşayırdı. O cəmaatın İmam Hüseyn əleyhissalam ilə döyüşə hazırlaşdığını eşitdikdə qərara gəldi ki, özünü Həzrət Hüseyn əleyhissalama çatdırsın və Həzrət Hüseyn əleyhissalama köməkli eləsin. Onun həyat yoldaşı vardı. Ona yaxınlaşdı, dedi, sabah mən qiyamətdə Fatiməyə cavab verənmərəm. Mən Peyğəmbərə cavab verənmərəm, mənə də gərək özünlə aparasan. Və həyat yoldaşına qoşuldu və həmsinin yoldaşı ki, Həzrət Hüseyn əleyhissalamdan ötəri canından keçdi digər sahabələr kimi, onun da yoldaşı canından keçdi, şəhid oldu. Elə bu zaman xanımı da gəlib onun başının üstündə əzadarlıq eləyəndə Allahın lənəti olsun, Şimrin Rüstam adlı bir qulamı vardı, gəldi və xanımı ağlayarkən zərbətlə vurub onu da orada şəhid elədilər. Assalamu aleykum ya əhlə beytin nübüvvə. Salam olsun Hüseynə və Kərbala şəhidlərinə.